Salamlar. Bildiyiniz kimi də Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2026-cı il 30 yanvar tarixli 31 nömrəli qərarına uyğun olaraq xəstəlik vərəqələrinin, yəni əmək qabiliyyəti müvəqqəti itirilməsinə görə müavinət məbləğinin hesablanmasında müəyyən dəyişikliklər edilmişdir və bu dəyişikliklər 1 may 2026-cı il tarixindən etibarən tətbiq olunacaq və biz də məsələmizdə bunu əks elətdirmişik. Və məsələmizdə qeyd olunur ki, işçi 2026-cı il may ayında 20 təqvim günü müddətində xəstələnib və bunu da nəzərinizə çatdıraq ki, əvvəlki hesablama metodunda son 12 ay nəzərdə tutulurdu. Hal-hazırda isə 4 rüb üzrə məcburi ödənilmiş sosial sığorta cəmi. Yəni, xəstəlik vərəqəsinin açılmasından əvvəlki son 4 rüb üzrə məcburi ödənilmiş sosial sığorta cəmi nəzərdə tutulur. İndi isə hesablamamıza baxacağıq ki, hesablamanın metodu isə 31 nömrəli qərarın 2.8-ci bəndində əks olunmuşdur və eləcə də 2.13-cü bəndində də müəyyən detallar açıqlanmışdır. Deməli, hesablamamızda ilkin olaraq biz son 4 rüb üzrə, yəni 2026-cı ilin 1 və 2025-ci ilin 2, 3, 4-cü rübləri nəzərdə tutulub. 4 rüb üzrə məcburi ödənilmiş sosial sığortanın cəmi 2400 AZN təşkil etmişdir. Baza dövrü üçün ümumi təqvim günləri 365 gündür və işçi keçən dövrdə 5 gün xəstələnib və bu səbəblə də işə çıxmayıb. İlkin olaraq biz 2.8-ci bəndə göstərilən qaydaya uyğun olaraq bölünən təqvim günün müəyyənləşdirməliyik. Bölünən təqvim günün müəyyənləşdirmək üçün ümumi təqvim günlərinin sayında müəyyən dövrlər ki var, bunlara aiddir. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət ödənilmiş, həmçinin sosial sığorta stajı 6 aydan az olduğuna görə müavinət ödənilməmiş əmək qabiliyyətinin müvəqqəti itirildiyi dövrlər, hamiləliyə və doğuma görə müavinət ödənilmiş, həmçinin sosial sığorta stajı 6 aydan az olduğuna görə müavinət ödənilməmiş hamiləliyə və doğuma görə məzuniyyət dövrləri və qismən ödənişli sosial məzuniyyət dövrü şamil edilir. Və biz də qeyd etdik ki, işçi 5 gün xəstələnib. 5 gün xəstələnib, deməli biz ümumi təqvim günündən, yəni 365-dən 5 gün çıxırıq. Nəticədə bizim bölünən təqvim günümüz məlum olur, 360 gündür. Məcburi ödənilmiş sosial sığortanın cəminin 4 misli tapmaq bizdən tələb olunur və biz bilirik ki, son 4 rüb üzrə məcburi ödənilmiş sosial sığorta cəmi 2400 AZN təşkil etmişdir və bunun 4 mislini tapırıq. Bu da edir 9600 AZN və biz daha sonra bir təqvim günə düşən orta qazanc məbləğini müəyyənləşdirməliyik. Bunun üçün isə bölünən təqvim günü ki müəyyənləşdirmişdik, məcburi ödənilmiş sosial sığorta cəminin 4 mislini, yəni 9600 AZN-i bölürük bölünən təqvim gününə. Bu da nəticədə 26 manat 67 qəpik edir. Daha sonra isə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət məbləğini hesablaya bilərik ki, bu da 20 gün, 20 təqvim günü müddətində xəstələnib işçi və işə çıxmayıb, 26 manat 67 qəpik, yəni bir təqvim gününə düşən orta qazanc məbləğini vururuq 20 təqvim gününə. Bu da edir nəticədə 533 manat 40 qəpik ki, bu da işçiyə ödəniləcək. Bir şey də nəzərinizə çatdırmaq istəyərdik ki, artıq əvvəlki kimi sığorta stajına görə ki, dövrlər var idi, 6 ay və yaxud da 6 aydan 8 aya qədər
8 ildə 12 ilə qədər faizinə hesablanırdı. Bunlar artıq nəzərə alınmayacaq. Sadəcə bir məsələni nəzərinizə çatdırmaq istərdik ki, 6 ay, minimum 6 ay sığorta stajı olmalıdır. Yəni hər bir işçinin ki, ona xəstəliyə görə müavinət, yəni əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət məbləği hesablansın və 100% həcmində hesablanır. Yəni son dəyişikliyə əsasən.